Salam uşaqlar. Hamınıza salam uşaqlar. Bugün sizə 07 buferin necə çıxarılır onu göstərəcəm. Birinci buradan qaraca basıb buradan təzə 07-mizi alırıq. Baxın buradan 07-ni aldım. 07-ni aldım, baxın burada. 07-ni aldıqdan sonra bu maşına girib ən birinci verilən maşına girib buradan girirsiniz. Buradan buna basıb burada bura gəlirsiniz. Cicini asırsınız. Cicini açdınız. Buradakı ikinciyə basıb işarətləyin, bəlkə bilməyəcəksiniz, bəzi aranızda ola bilər bilməyənlər. Baxın bu. İkinci. Ona basırsınız. Ona basırsınız, sonra cicini açırsınız. Cicini açıb arama yerinə basıb bura bir yazıb buradan D-word seçib və buradan D-word seçib axtarışa basırsınız. Baxın, sonra bu üçüncüyə basıb cicini asırsınız. Bura 2 yazırsınız. Saflaşdırmağa basırsınız. Sonra dördüncüyə girib bura 3 yazıb saflaşdırmağa basırsınız. Sonra hər şey hazırdır. Sonra buradan çıxırsınız təzədən. Sonra 07-yə gəlirsiniz. 07-dən təzədən bura girib, bura gəlib, baxın bu arxa bufer. Arxa buferə basıb cicini açırsınız. Qələmə basıb bura -9 yazırsınız, bəliyə basırsınız. Sonra bunu alırsınız. Aldınız, sonra çıxırsınız. Sonra buna birinci maşına basıb təzədən 07-yə gəlirsiniz və gördünüz buferi çıxdı. Eyni şəkildə qavağı eləmək istəsəz, qavaq buferi seçib qavaq buferi eləyə bilərsiniz. Eyni şəkildə yəni cicini açırsınız, arama yerinə eyni şəkildə buna oradan 1, 2, 3 eləyirsiniz. Gələn dəfədə pul şeyini göstərəcəm. 50k pul, 50.000 pul necə eləyirlər, bir də coin göstərəcəm. Bir şeyə basıb, bir düyməyə basıb eləyə bilərsiniz. Çox asandır. Bunu göstərmək üçün 50 bəyən gəlsin, göstərəcəm. 50 bəyəni. Çox az, 50 bəyəni. Sağ olun uşaqlar, görüşərik. Sağ salamat. Sağ olun.